Tam orta təhsil səviyyəsi üzrə 2 mart 2025-ci il tarixində keçirilmiş buraxılış imtahanlarının nəticələri elan olunub. İmtahan iştirakçıları arasında 23 nəfər 300 bal toplamaqla ən yüksək nəticəni göstərib. Onlardan 2 nəfər Abşeron Xızı Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Sumqayıt 9 və 34 nömrəli məktəblərin şagirdləridir. 9 nömrəli tam orta məktəbin şagirdi Nuray Hüseynzadə uğurunun sirrini açıqlayıb. 2 mart buraxılış imtahanında maksimum nəticə toplayaraq böyük uğur qazandığım üçün hər bir müəllimə, dəyərli valideynlərimə təşəkkür edirəm. Bu uğurumun sirrini onlara borcluyam. Mənim üzərimdə çox əziyyətləri, zəhmətləri keçib, onlara minnətdaram. Və gələcəkdə olan abituriyentlərimizə də tövsiyəm odur ki, daima özünüzə güvənin və hər daim dərsinizə çox yüksək səviyyədə çalışın və müəllimlərinizin tapşırıqlarını daim yerinə yetirin və tamamlaması ilə onları razı edin. Sumqayıt 34 nömrəli tam orta məktəbin şagirdi Ayşə Məmmədli bu hisslərin əvəz olunmaz olduğunu bildirib. O yüksək bal toplamaq üçün düzgün oxumağın vacibliyini vurğulayıb. Bütün bu əziyyətlərimin qarşılığında 300 balı topladım. Bütün müəllimlərimə, başda Rafiq müəllimi oxumaqla 34 nömrəli məktəbin bütün müəllimlərimə təşəkkürümü bildirirəm. 300 yığmağımın səbəbi də çox oxumağım yox, düzgün oxumağımdır. Özümdən sonraki şagirdlərə, abituriyentlərə tövsiyəm odur ki, çox oxumaq yox, düzgün oxumağa çalışsınlar. Bu zaman uğur onlara olacaq. Qeyd edək ki, Sumqayıt məktəbliləri hər il olduğu kimi bu ildə buraxılış imtahanında yüksək nəticələr əldə edib. Məlumat üçün bildirmək istəyirəm ki, məktəbimizin şagirdi Məmmədli Ayşə Qabil qızı 2 mart 2025-ci ildə keçirilən buraxılış imtahanlarında maksimum nəticə göstərərək 300 bal toplamışdır və əlavə olaraq onu bildirmək istəyirəm ki, həmin sinifdə təhsil alan 24 şagirddən 16-sı 200 balı keçmişdir nəticələrinə görə və sinifin ümumi ortalama balı 225 bal olmuşdur. Şəmlistan Fikrətli Elbrus İsmailov, Bugün informasiya proqramı üçün.